Salam əziz izləyicilər. Köhnə bir paltar yuyan maşının sxemi var qarşımda. Onu qısaca şərh eləyim. Siz də özünüz üstündə işləsəz aydınlaşar sizin üçün. İn və il. Buradan şəbəkə gərginliyi daxil olur iki naqillə. Bu ortada paralel qoşulmuş başlayayım. Süzgəçli şəbəkə süzgəci. Bunlar termostatlardır. Bu presostatdır. Onun birləşmələri göstərilib. Deməli, bu qurutma ventilatorunun dolaqlarıdır. Fen də demək olar da onu. Bu krışqa açılanda elektrik cərəyanı keçməsin deyə maşına təhlükəsizlik tədbiri kimi əvvəllər qoyardılar, indi qoymurlar deyəsən. Köhnələrdə var. Bu da presostatdır. Bu dolanda dolmanı tənzimləyir. Bu isə su həddən artıq qalxanda, səviyyəsi qalxanda söndürür. Bax, bu hissədə motorun qoşulması, termostatın qoşulması, bax, belə məlumatlar verilir. Burada motorun bu istiqamətə və digər istiqamətə fırlana bilməsi üçün təşkil olunmuş sxemdir. Bu kontaktların dəyişməsi ilə. Deməli, bax, bu start knopkasıdır. Proqramlaşma panelində olan bax, bu dəyişən müqamətlərdir. Bu da proqramlardır. Bu öncə yuma, bu tez yuma, cəld, çevik yuma. Bu proqramlardır. Bu da o siqnal lampalarıdır. Bax, bu lampalardır, lampa işarəsidir. Bu lükün qoşulması barədə sonra bir dənə geniş video çəkmək planım var. Sağ olun, salamat qalın.